Mən ilk növbədə təşəkkür edirəm sizə və qeyd etmək istəyirəm ki, Milli Məclisin son 6 ay ə, deməli hüquqi qanunvericilik işləri planına, gündəliyinə baxsanız, orada görəcəksiniz ki, təkcə uşaqlar və yeniyetmələrlə əlaqədar deyil, eyni zamanda sosial media və ya rəqəmsal platformalarda bütün vətəndaşlarımız əleyhinə o cür ziyanlı kontentlər, qeyri-əxlaqi məzmunlu, xüsusilə də deepfake adı ilə artıq qlobal sistemdə dövrəyə daxil olan, amma sadə xalq dilinə çevirmiş olsaq, saxta onun səs və vizual görüntü və sairlə yayılan məzmunlara qarşı da qanunvericilik aktları qəbul edildi və hazırki dövrdə Milli Məclisin gündəliyində daha yeni bir neçə vacib sənədlər də var. İkinci aydınlıq gətirmək istəyirəm ki, bu yalnız bir fərdi olaraq İnsan Haqları Komitəsinin və ya bizim deyil, ötən müddət ərzində dövlətimizin bu qərara dediyiniz qanunvericilik aktlara qədər gəldiyi böyük bir yol oldu. İlk növbədə biz indi informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanundan danışırıq. Lakin öncə mən onu söyləmək istəyirəm ki, cəmiyyətimizin istər valideynlər, istər məktəb kollektivləri, repetitorlar, o cümlədən daha geniş, yəni psixoloqlar, ictimai fikir sahibləri, blogerlər, bunların da rəyləri bütün dövr ərzində bu, yəni dediyimiz müddətdə alındı və bitkin bir baxış formalaşdı. Ona görə də adətən qanunları konstitusiya ilə parlament qəbul edir deyirik. Mən hesab edirəm ki, uşaqlarımızın dediyiniz sosial media münasibətinin tənzimlənməsi ilə bağlı qanunun müəllifi xalqdır. İnsanlarımızdır, cəmiyyətimizdir, cəmaatımızdır, məktəb kollektivləridir, müəllimlərimizdir, elə bəlkə də həm də uşaqlarımızın özüdür. Nə üçün belə sayırıq? Əminəm ki, əvvəlki müddətdə sizin bu məsələlərlə bağlı geniş sahibi qurumların rəhbərləri ilə danışmısınız. Mən çox vacib bir neçə notları söyləmək istəyirəm. Əvvəla bunu məhdudiyyət, qadağalar və s. kimi qələmə verilməsinin qəti əleyhinəyik. Çünki Azərbaycan dövləti nəinki rəqəmsal sistemlərə qarşı deyil, bu gün əmlakların qeydiyyatından dost və xidmət sferasına qədər sizinlə danışdığımız elə bu platformada hamısı rəqəmsal mühitdir, o müstəvidir. Azərbaycan dövləti texnoloji suverenliyi ən mühüm hədəflərindən biri hesab edilir, qələbəmizdə də bu texnologiyalar önəmli rol oynayıb. Lakin söhbət məhz sosial medianın 16 yaşa qədərki uşaqların həyatına təsirlərindən danışılır. İlk növbədə Avstraliya dövləti belə bir mövqedə hüquqi sənədlərini ərsəyə gətirdi və o meta korporasiyalara, hansı ki qlobal sistemdə trilyon dollarlıq aktivləri olan və trendləri diktə edən və alışqanlıq, asıllıq yaradan o sistemlərə qarşı iradəsini göstərdi. Davamınca Fransada üçüncü ölkə olaraq İspaniya nəhayət 15 iyunda Böyük Britaniya Keir Starmer baş nazir məşhur bəyanatının çıxışını bununla etdi və hesab edirəm ki, orada səslənən əsas başlıca mövqe bizim uşaqlarımızı bu ziyanlı təsirlərdən, onların kölə etmək istəyi olan proqramlarından, daim sonsuz sürüşdürmə və s. kimi oyunlarından və s.dən xilas etməliyik. Bu epiqrafdır, hamıda formalaşan mövqedə Azərbaycan bu hərəkatda keçmiş Sovet məkan ölkələrindən ən qabaqçılıdır. Mən vaxtımızın reqlamenti öncədən bizə xəbərdar etmişsiniz, düzgün, səmərəli istifadə etmək üçün iki notu mütləq almalıyıq. Birinci, bu rəqəmsal sistemlərin, xüsusilə də meta korporasiyaların, sosial mediada uşaqları xüsusda axşam vaxtları, yəni saat 11-dən 2-yə, 3-ə qədər özündə saxlaması sistemləri proqram olaraq işlənib, hazırlanıb, bu neyropsixoloji sistemdir və uşaqları özündən asılı edir. Ona görə də Zuckerberg'i, Elon Musk'ı və digərlərini dəfələrlə Birləşmiş Ştatlarda da, o cümlədən Avropa məkanında da qanunverici orqanlar öz platformalarına, öz masalarına necə deyirlər, çağırıblar. Onlardan üzrxahlıq və ciddi məsuliyyət tələb ediblər. İkinci, Azərbaycanda 16 yaşa qədər uşaqlarımızla əlaqədar tənzimlənən bir çox digər addımlar da var. Yəni biz soyuq silahı, kazino və digər bu kimi oyunları
və s. Yəni qumar oyunlarını da bu cəhətdən tənzimləyirik, o məhdudiyyətlər tətbiq olunur. Hesab edirəm ki, başlıca məram uşaqlarımızı qorumaqdır. Onların psixoloji dayanıqlığını təmin etməkdir, sağlamlığına xüsusi diqqət etməkdir. O cümlədən yəni onları gələcək dövr üçün sağlam bir nəsil kimi böyütməkdir. Valideynlərimizin 94%-i bu məsələdə dövlətimizin yanındadır, o mövqedədir və əslində biraz obrazda söyləyirik ki, böyüklər üçün də belə bir qanuna çox ciddi ehtiyac var, hansısa formalarda. Çünki 4 saat yarım, 5 saata qədər gündəlik zamanı o sferada olur. Əlbəttə ki, rəqəmsal sistemlərin üstünlüyü qətiyyən inkar edilə bilməz. Yəni bu, qlobal təhsil sisteminə, məlumat banklarına, bilik mənbələrinə, ünsiyyətə, ticarətə və s. imkan verən nəhəng bir sistemdir. Heç kəs bundan kənarda qalmaq istəməz. Amma indiki halda bir daha söyləyirəm, hər bir məsələnin yəni çoxu ziyan gətirər. 1000 illik böyük Nizamidən gələn misalı elə sosial media platformalarına da tətbiq edə bilərik. Ona görə də qanunverici orqanda artıq 3-cü oxunuşdan keçən və əminəm ki, dövlət rəhbəri tərəfindən qəbul ediləcək bu qanun imkan verəcək ki, bir il ərzində həmin korporasiyalar öz nümayəndəliklərini Azərbaycanda, Bakıda yaratsınlar. Bir il ərzində onların kimlikləri, yəni uşaqlar müxtəlif vasitələrdən istifadə edərək, yəni ən çox deyirlər VPN üzərindən qoşulma, valideynin kimliyini elektron formada götürərək saxta yollarla buna cəhd etmə, e-mail məlumatları, onun şəxsi məlumatları və s. Axırıncı bir cümlə mütləq söyləyeyim burada. Fransanın qanununun, daha doğrusu İspaniyanın qanununun adını səsləndirmək istəyirəm. Rəqəmsal yetkinlik haqqında qanun. Çox uğurlu bir ifadədir. Biz adətən düşünürük ki, insanları pasport yaşı ilə ölçək, amma adətən cəmiyyətimizdə də var. Ağsaqqal insanlar bəzən gənclərə deyir ki, yaşından böyüksən. Ümumiyyətlə dünyada hər bir belə yəni qəbul olunan bir ifadədir ki, bu rəqəmsal erada uşaqlar 1, 2, 3 yaşında daha çox bilirlər. Öz yaşlarından çox qabaqdırlar. Amma rəqəmsal yetkinlik yaşı bu 16-dır. Azərbaycan dövləti qanunvericilikdə bunu təxirə salmağı təklif edir. 16-18 yaş arası yetkinlik yaşına çatan insanlarımız üçün belə təklif olunur ki, bu valideynin mütləq razılığı ilə olmalıdır. Hesab edirik ki, bunun alternativi dərs imkanları, maraqlı ictimai həyat, digər alternativ məzmunlardır. Yəni sadəcə uşaqların əlindən telefonu almaq qətiyyən çıxış yolu deyil, tam əksinə bu onların yəni əksinə psixoloji böyüməsinə və s. mənfi təsir göstərəcək hadisədir. İndiki halda mütləq alternativləri dövlət irəli sürməyə çalışır ki, uşaqlarımız bu millətin, bu dövlətin ideallarından böyüsünlər.